istiqamətinə. Bu dənizlərdə yerləşən bazalara qədər uzanan hədəflərdir. Bu deməkdir ki, müharibə gedişinin səhnəsini İran qurmuşdu, necə müdafiə olunacaq. Və o müdafiə dərinliyinə görə öz raketlərini azdan çoxa istifadə etdi. Baxın, 300 kilometr məsafə, 500 kilometr məsafələrdə olan şahabları verdi, Rusiya istifadə etdi, Husilərə verdi, Fattahı verdi və şahabı verdi və s. və s. Qüds silahını sonra verdi. Özü atacaq uzaq mənzilli və dağıdıcı raketləri son ana saxladı. Necə ki, bu ardıcıllıqla planı qurub, bizim görmədiyimiz bir hissədə, görmədiyimiz bir mənzildə onun qeyd etdiyi sürpriz var. Bax, bugün İsraillə Amerika... Məsələn, o sürpriz İsrailin nüvə obyektləri ola bilərmi? Onların hədəfi ola bilərmi? Çünki biz də bilirik, İsraildə də o bir məsələ var. Onu mən təhlil edə bilmədim, amma söz olaraq istəyirəm ifadə edim. İran ali dini lideri dedi ki, bu Amerika üçün geri dönməz bir təhlükədir. Demədi İsrail üçün. Dedi Amerika üçün bir geri. Bax, bu nədirsə, bunu heç kim bilmir. Ya bunu biz bilməyəcəyik, quru əməliyyatı və s. həyata keçiriləcək, ya bu müharibə uzanarsa, biz Amerikanın, belə desək də, Amerika üçün planlanan bir döyüş səhnəsini görəcəyik. Ya Amerikanın yüksək başlıqlı gəmi daşıyıcısı, təyyarə daşıyıcı, gəmi daşıyıcılarına, eləcə quru bazalarına. Amma mən düşünürəm ki, tam başqa bir senari fikirləşilib, O senari belə ola bilər ki, ola biləcək ki, Rusiyanın tərkibində Ukraynanın keçirtdiyi əməliyyat oldu. İranın tərkibində İsrailin keçirtdiyi əməliyyat oldu. Mənzil uzaqdır, amma kiçik vasitələrlə şəhərlərin özündə dağıdıcı zərbələrin həyata keçirilməsi. Bunu mən elə belə demirəm, amma Amerikanın mərkəzində deyirəm, ola bilər. Vaxtımız da azdır. Son olaraq, bayaq dedik, Husilərdən dəstək gəldi, proksilərin dəstəkləri. Onların gücü qalıbmı? Biz tez-tez təhlil edirik. Yəni, həqiqətən də Amerika gəmilərini hədəf alacaq, deyir Husilər. Bundan öncəsində Husilərlə Amerika bu məsələdə razılığa gəlmişlər. Məsələn, İrana hücumdan sonra Husilər vurğuladılar və bəyanat elədilər ki, biz Amerikanın gəmilərini hədəf alacaq. Zərər vuracaq, ciddi bir zərər vuracaq gücdədirlərmi? Nə edə bilər proksilər? Əskərin əyağı dəyməyən torpaq işğaldan azad oluna bilməz və yaxud işğal oluna bilməz. Raketlərin atılması, bu hava hücumuna,